mason bir qismə diqqət et, mənalı görməsən, bax rəsmə diqqət et. Bir eşqə sal nəzər, bir ismə diqqət et, mən yav əli desən, surət verir mənə. Bir kupletin içində 4 misranı mənaca bir-birinə bağlaya bilən savadlı, nadir meyxana deyənlərimizdəndir Rüfət dahi. Bunu tək Əmir əl-Müminin əleyhissalamın barəsində dediyi kupletlə əlaqələndirmirəm. Ümumi meyxanasına baxanda bunu müşahidə eləmək olur. Baxın qardaşlar, ancaq təbindən və lüğətdən istifadə eləyib meyxana deyənlə bazası olan meyxana deyən arasında çox fərq var. Əgər bugünkü gün təkcə lüğətdən istifadə edirsə bir meyxana deyən, sözü tapırsa ancaq, onun mənanı verə bilmirsə, o sözü elə biz də tapa bilirik də, xiridar da bilir də, hansı qafiyəyə, hansı söz düşür. Məsələ onu necə təqdim etməkdədir, onun üçün də baza lazımdır. Gəlin, savadlı meyxana deyənlərimizlə o cür meyxana deyənlər arasındakı fərqi hiss eləyək. Savadlı meyxana deyənlərimizə layiqi qiyməti, layiqi dəyəri verə bilək. Sözün çəkisi ilə şəxsiyyətin çəkisini bir-birinə qaçışdırmayaq. Axund-Azər demiş, söz deyən şəxsin sözün yox, kimliyin tutduq gözə, qiyməti şəxsiyyətə verdik, nə ki verdik sözə, bunlardan olmayaq.